Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında Günə Uğurla verilişində yaşanan gərginlik canlı efirdə qalmaqala çevrilib. Veriliş zamanı tərəflər arasında yaranan mübahisə qısa zamanda kəskinləşib. Qarşılıqlı ittihamlar və emosional çıxışlar studiyada vəziyyəti daha da gərginləşdirib. Vəziyyət o həddə çatıb ki, Aşıq Mübariz efi tərk etmək qərarına gəlib. Canlı yayımda yaşanan bu anlar aparıcını da çətin vəziyyətdə qoyub. Aparıcı qonaqları sakitləşdirməyə çalışıb. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin gərgin anlar izləyicilərin diqqət mərkəzinə düşüb.